Arzum 999'dur. Deyəsən elə də TikTok adı. Bu qız deyəsən qəza eləyib. Bunun da videosunu dayanmadan paylaşırlar. Nə tər paylaşırlar? O paylaşımın adı odur ki, özünə ziyan yetir. Psixi problemin o qədər çox olsun ki, canından bez. Deyəsən avtoqəza eləyib, mən bildiyimə görə. Elə başa düşürəm bu paylaşımlardan və kimdirsə konkret qəsdinə durubdur ki, cəmiyyət onu linç eləsin və o qız özünün canını... Mən bilmirəm o neyniyib. Mən bilmirəm o qəza nətər olub. Əgər onun günahı varsa, onsuz da cəzasını çəkəcək. Amma cəmiyyət olaraq, toplum olaraq bir avtoqəza eləyən insana bu qədər hücum olmaz. Ayağının altında pedal olan hər kəsin başına gələ bilər. Bəlkə o videoları hazırlayan insanın özü şofer deyil, amma hər halda qardaşı şoferdir, atası şoferdir, balası şoferdir.